6 fevral 2023-cü il zəlzələlərin 3-cü il dönümü münasibətilə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Beynəlxalq Media Koordinatorluğu Beynəlxalq media nümayəndələri üçün xüsusi media proqramı təşkil edir. Bölgə TV xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir məlumat verib. O qeyd edib ki, proqram çərçivəsində müxtəlif ölkələrdən olan jurnalistlər zəlzələdən zərər çəkmiş bölgələrdə aparılan yenidən qurma və bərpa işlərini yerində izləyəcəklər. Onun sözlərinə görə, proqramda ABŞ, Almaniya, Çin, Cənubi Koreya, İtaliya, Macaristan, Yunanistan, Bosniya və Hersegovina, Bolqaristan, Misir və Azərbaycandan olmaqla 11 ölkədən OSKİ beynəlxalq jurnalist iştirak edir. Proqrama dəvət olunan media nümayəndələri 6 fevral zəlzələlərindən sonra fəlakət bölgəsinə gələrək hadisələri yerində işıqlandırmış jurnalistlər arasından seçilib. Bu isə onları 3 il əvvəl böyük dağıntılara məruz qalan şəhərlərdə bugünkü vəziyyəti müşahidə etməyə və bərpa prosesinin nəticələrini müqayisəli şəkildə qiymətləndirməyə imkan yaradır. Bildirilib ki, 4-6 fevral 2026-cı il tarixlərində keçiriləcək beynəlxalq media proqramı Hatay, Kahramanmaraş və Osmaniyə şəhərlərini əhatə edəcək. Proqram zamanı zəlzələdən zərər çəkmiş əraziləri tamamlanan daimi yaşayış binaları, ehtiyat yaşayış zonaları, şəhər mərkəzlərində aparılan abadlıq və imar işləri beynəlxalq media yerində təqdim olunacaq. Səfər çərçivəsində Hatayda Sent Piyer kilsəsi, Anıt muzeyi, Habib bin Necar məscidi, Hatay Tarix Məclis binası və Qurtuluş küçəsi, Kahramanmaraşda isə arxeoloji muzeyi, Qapalı çarşı və Ulu məscid kimi zəlzələdə zərər görmüş və sonradan bərpa edilən mühüm tarixi mədəni məkanlara baxış keçiriləcək. Ziyarətlər vasitəsilə mədəni irs obyektlərinin yenidən şəhər həyatına və sosial mühitə necə qaytarıldığı nümayiş etdiriləcək. Alptekin Cihangir İşbilir qeyd edib ki, proqram çərçivəsində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Qurum beynəlxalq media nümayəndələri ilə görüşəcək. Proqramın Osmaniyə mərhələsində isə Türkiyə prezidenti Recep Tayyip Erdoğanın zəlzələnin il dönümü münasibətilə keçiriləcəyi tədbir və çıxışlar jurnalistlər tərəfindən izləniləcək. O da vurğulanıb ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən 2024-cü ildən bu günədək təşkil olunan media proqramı vasitəsilə 26 ölkədən ümumilikdə 334 jurnalist zəlzələdən sonra aparılan bərpa və yenidən qurma işlərini yerində izləmək imkanı əldə edib. Rəna Rövşənqızı, Bölgə TV.